Ümumiyyətlə, aprelin 22-sində ki, Hindistana nəzarətində olan Kəşmir bölgəsində mülki şəxslərə qarşı bu hücumdan sonra iki ölkə arasında artıq yenə münasibətlər pik həddə çatıb və onu da qeyd etmək lazımdır ki, 1999-cu il Kargil müharibəsindən bu yana ilk dəfədir ki, bu ölçüdə, bu miqyasda hərbi əməliyyatlar keçirilir. Artıq 20 günə yaxındır ki, iki ölkə sərhədində və xüsusən də Kəşmir bölgəsində toqquşmalar davam edir və Hindistan həmin turistlərin qətlinə görə birbaşa İslamabadı ittiham eləyir və Sindor əməliyyatını başladığını elan eləyib. Pakistan nəzarətində olan bölgələrə havadan raket hücumları təşkil eləyib və bugün bir ölkələr arasında hibrid müharibə var. Hindistan ciddi şəkildə mediada, sosial şəbəkədə, internet resurslarda hibrid müharibə aparır, saxta məlumatlar, yalan məlumatlar yayır ki, güya Hindistan ordusu uğurlu əməliyyatlar keçirib, Pakistanın hərbi bazalarını məhv eləyib. Bu əslində həqiqətə uyğun deyil və bu raket hücumları nəticəsində əslində mülki əhali ziyan görür, ölənlər var, yaralananlar var və artıq Pakistan da buna qarşı öz əks hücum əməliyyatlarını həyata keçirib və artıq 5 qırıcı təyyarə, 3 Rafale Fransa istehsal olan Rafale hərbi təyyarəsi, 1 MiG-29 və Su-30 hərbi qırıcı təyyarələri, Hindistana məxsus qırıcı təyyarələr məhv edilib və Hindistana məxsus 77 hərbi dron zərərsizləşdirilib və tərəflər arasında gərginlik pik həddədir. Hər iki tərəf nüvə silahına malik bir ölkədir və bu təkcə iki ölkə arasında münasibətlər nöqteyi nəzərdən deyib, ümumiyyətlə dünya geosiyasəti nöqteyi nəzərdən ciddi bir təhlükədir. Yəni, Allah qorusun ölkələrdən biri nüvə silahından istifadə etsə, bunun qarşılığı olacaq və bu təkcə Asiya bölgəsində, Cənubi Asiyada deyil, bütün dünyaya bu öz təsirini göstərəcək. Bu baxımdan artıq aparıcı ölkələr, ABŞ, Rusiya, G7 ölkələri, hətta BMT-nin baş katibi tərəfləri sabitliyi qorumağa və dialoqa çağırıb. Hələ ki, sizin də az öncə qeyd elədiyiniz kimi birbaşa təmaslar olsa da, amma ciddi bir uçurum var və bu uçurum təkcə hərbi kontekstdə deyil, siyasi müstəvidə də davam eləməkdədir. Hindistan Pakistanın diplomatlarını ölkədən çıxarıb, daha sonra su müqaviləsini ləğv edib ki, bu əslində nüvə müharibəsi üçün ciddi bir səbəbdir. Tamaşaçılar üçün bildirim ki, su məsələsi Pakistan üçün çox önəmlidir. Himalay dağlarından, bəli, içməli su məsələsi Himalay dağlarından gəlir və Hindistan daha yüksəkdə yerləşdiyi üçün Hindistanın bu su mənbələrini bağlaması Pakistanın faktiki olaraq susuz qalmasına və ya bu su bəndlərini qəfil açması Pakistanın ərazilərinin su altında qalmasına gətirib çıxara bilər ki, bu heç bir halda qəbul edilən deyil. Hələ ki, Pakistan bunu səbirlə qarşılayır, amma bu iki ölkə arasında yeni bir müharibəyə gətirib çıxara bilər. Buna da cavab olaraq Pakistan Hindistanla hava sahəsini bağlayıb, bütün ticarət yollarını bağlayıb. Hələ ki, dialoq üçün bir şans, bir perspektiv görünmür və hərbi qarşıdurma yeni bir böyük müharibəyə çevrilə bilər. Nüvə müharibəsi ssenarisi təbii ki, ehtimalı böyükdür. Bu, elə ilk saatlarda on minlərlə, hər iki tərəfdən on minlərlə insanların tələf olması, ölməsi, böyük şəhərlər, xüsusən də paytaxt Dehlinin, İslamabadın, Karaçinin, Mumbayın, hər iki tərəfin böyük şəhərlərinin yerlə bir olması deməkdir ki, bu həmin bölgədən keçən və Avropaya, qərbə qədər uzanan ticarət, nəqliyyat qovşaqlarının bir an içində durması, ekoloji fəlakət, ümumiyyətlə bəşəriyyət üçün çox ciddi bir riskdir. Ona görə dünya ictimaiyyəti bu münaqişənin qısa bir müddət ərzində ən azından atəşkəs, dialoq yolu ilə dayandırılmasına çalışmalıdır.